Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Allah rəhmət. Mənim bugün yanımda ikinci bir oğlum yoxdur. Mənim Azərbaycan qeyrətli oğlanlar mənim oğlumdur. Oğlum məni sizə əmanət eləyir. Mən Azərbaycanın bütün şəhid anaları adından deyərəm sizə. Siz Qarabağın qəhrəman oğlu deyərəm mən sizə. Biz ata yurdumuza, siz də şəhidlərin qanı qədər, haqqı qədər olan Qarabağa Ağdərəyə xoş gəlmişsiniz. Sağ olun. Rəhmət eləsin. Onların qanlı canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bugün bu torpaqlardayıq. Və biz şəhərlərimizin əziz xatirəsini əbədi qəlbimizdə yaşadacağıq. Və onu da bildirməliyəm ki, artıq şəhərlərimizin qanını biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki həm torpaqların itirilməsi, böyük sayda şəhərlərin şəhadətə ucalması, bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi. Ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhərlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Və son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bugün də davam edir, amma heç biri tam və mütləq qələbə ilə nəticələnmir. Ancaq biz böyük xalq olaraq buna nail olduq. Öyle cəmi 44 gün ərzində, ondan sonra da bir gün ərzində.